Bunun kaydın çıxdı ya qabağıma. Sən nə uşaqlayırdın? Nə bilim, arada gəlir mənə. Nə uşaqlayırsan? Arada kayıtlara düşmək lazımdır. Mən bu ağlayanda yayım qalxırdı yenə. Həm qalxır, həm də kayıtlara düşürsən. Artistlik eləyirəm arada. Lazımdır. Sağ ol. Arada lazımdır. Yaxşı. Elə olanda mənə də qoş. PK-yə girək. TikTok nümayəndəsi mənə yazır ki, bugün ağla. Həftəlikdə. Mənə də qoş. İkimiz bir yerdə ağlayaq. O elə götürmürdü, ancaq tək. Ancaq təkdir, tək ağla. Ula. Gəl belə eləyək. Cümə axşamları ancaq yayım açaq ağlayaq. Yox, həm də kayıtlara düşmək lazım idi, məcbur idim. Həftənin hər 4-cü günü götürək ağlayaq burada. Hə, yaxşı. Məcbur, arada ağlamaq lazımdır, Nur. Ləman ki, sən deyirəm ki, gerək qoşulaq xaricilərini oynayaq. Tanı var, gət oynayaq da. Xalımız var. Xaricilərdə çörək var, ha. Özləri üçün də bizdə də yoxdur axı. Yox. Niyə? Onlarla oynayanda bizdə də dəstəkçilər görür, onlar atırlar, biz atırlar da. Bizim dəstəkçilərdə belə bir xarakter var. Məsəl üçün, biz öz millətiyik deyə, deyirək, xarici uduzmasın. Ona görə çoxu xarici ilə oynayır. Çünki xaricilərdə çörək var.